Əziz abituriyentlər, dəyərli şagirdlər, müəllimlər, hər birinizi salamlayıram. Bugün 5 iyul 2026-cı il 3-cü qrup B variantı tarix sualların izahları ilə tanış olacaq. Başlayaq elə 31-ci sualdan görək nə deyir. Şimali Azərbaycan 19-cu əsrin 50-70-ci illər tarixinə aid oxşar cəhətlər. Qafqaz sahilinin tərkibində olması bəli, 1844-cü ildən Qafqaz sahili yaradıb. Yeni quberniyaların yaradılması 50-70-ci illər tərkibinə aid oxşar cəhət deyil. Kəndlərdən hərbi vergi alınması, hərbi vergi 1887-dir. Bunun bir aidiyyatı yoxdur. Neft emalı zavodlarının tikilməsi, bəli, tamamilə doğrudur, cavabımız olur. 1-4 o da olur Abəndə. Bax, 32-ci suala. Xəritədə göstərilmiş komendant idarə üsulu dövrünə aid əyalətlərin ümumi cəhətlərinin düzgün verildiyi bəndi müəyyən eləyək. Baxaq. Ərazisində Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyanın baş verməsi. Bunun biri Lənkərandır, biri də Şəkidir. Tamamilə doğrudur. 38-ci ildə birində olub, 31-də də birində olub. Deməli, bir variantı bizim doğru variantdır. Baxıram 2-yə. 1, 2, 19-cu əsrin 20-ci illərində təşkil edilmişdi. Baxaq. Deməli, Lənkəran və Qarabağ. Bəli, bunların hər ikisi doğrudur. 3-4 Kürəklər müqaviləsində imzalanmışdı. Kürəklər Şəki ilə Qarabağ arasında olub. Burada ümumiyyətlə Qarabağ yoxdur ona görə. 3 səhvdir. 4, 2, 4 müəyyən müddət Dərbənd Quberniyyəsinin tərkibində olmuşdu. Qarabağ Dərbənd Quberniyyəsinin tərkibində olmayıb. Cavabımız olur doğru soruşduğu üçün, bəli, düzgün soruşduğu üçün cavabımız olur 1-2 o da olur A bəndi. Tamamilə doğru variantımız. Baxıram növbəti suala. 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin deyir. Birinci yarısına. Baxaq. Deməli, Şirvanşahlar dövlətində Dərbəndlər sülaləsinin hakimiyyətə gəlməsi bu 1382-ci ildir. Bu birinci yarıya düşmür. İkinci yarıya düşür bu. Osmanlı dövlətinin yaranması 1302-ci il, 14-cü əsrin birinci yarısına düşür. Avropada 100 illik müharibənin başa çatması bu 1453-cü ildir. 15-ci əsrdə bu ümumiyyətlə 14-cü əsr aidiyyatı yoxdur. Fransada ilk dəfə başlıqların çağırılması 1302-ci ildə bu. Kreysi döyüşü bu da 1346-cı ildir. Bəli, 14-cü əsrin birinci yarısına düşür. 2, 4, 5 bizim doğru variantda cavabımız olur C bəndi. 34. Mehranilər sülaləsinin Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir. Mehranilər 7-ci əsrin əvvəlindən 705-ci ilə qədər hakimiyyətdə olublar. Baxaq. Babəşir Xürrəmlər hərəkatına rəhbərlik etməyə başlaması bu 816-cı ildir. Bunun bir aidiyyatı yoxdur. Maniçilik təlimi 3-cü əsrdə, Amid döyüşü 309-cu ildir. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyan baş verməsi, bəli, 643-cü il götürə bilərik Ərdəbildəki üsyan. 3-cü Mömin Vasakan xristianlığı yaymağa çalışması, 3-cü Mömin Vasakan 487-ci ildən hakimiyyətə gəlib. O da Mehranilər sülaləsinin hakimiyyətə gəlməsindən əvvəlki hadisədir. Cavabımız olur burada D bəndi. 35 doğru hadisə nəticə əlaqəsini müəyyən edin baxaq. Osmanlıların Konstantinopolu tutması Ağqoyun dövlətinin Qaradənizə çıxışı itirdi. Qaradənizə çıxışı Trabzondan itirib. Konstantinopol tutması ilə deyil. Sonra Şirvanşah 1-ci İbrahimin Qızıl Ordu xanı toxtamışdı. İttifaq bağlaması Şirvanşahların daxili müstəqilliyi saxlanıldı. Xeyr, bunun da bir aidiyyatı yoxdur. Uzun Həsən Venesiya ilə hərbi ittifaq bağlaması Otluqbeyli döyüşü. Uzun Həsən Venesiya ilə ittifaq bağlamasının Otluqbeyli döyüşünə aidiyyatı yoxdur. Ceni də atıram kənara. Cahanşahın Heratı tutması Teymura dövlət süqutu uğradı. Xeyr, Cahanşah Heratı tutub 58-də tutub, amma Teymurların süqutu 1507, 16-cı əsrin əvvəlidir, deyə bilər ki, 16-cı əsrin əvvəlidir. Qaraqoyunluların Sədrut döyüşündə Teymurların məğlubiyyətə uğratması 1408, Teymurların Azərbaycan torpağında hakimiyyətinə son qoyması bəli, tamamilə doğrudur. Cavabımız olur Y bəndi. 36. 1955-67-ci illər arasındakı dövrə aid olan ifadələrə müəyyən edin. Böyük sırayış içində 1958-61 bu aiddir. Folknet 1982 bu aidiyyatı yoxdur. Avropa İqtisadi Birliyi 1957 bu aiddir. 1 ilə 3 doğru variantımızdır bizim. Ərəb Baharının aidiyyatı yoxdur 2010. Körfəz müharibəsi 20-ci əsrin sonu bunda aidiyyatı yoxdur bura. Uyğunluğu müəyyən edin. Azərbaycan Sasani İmperiyasının tərkibində və Ərəb xilafətinin tərkibində. Sasani İmperiyasının tərkibində Xostak var. Ərəb xilafətinin tərkibində də Cizyə ilə Amildir də bundan hər ikisi. 1-ə A, 2-yə AB. Cavabımız olur bizim burada C bəndi. 38. İskəndərin, Makedoniyalı İskəndərin hakimiyyəti dövrünün xarakterik deyilin altından xətt çəkək. Yunan şəhər dövlətlərinin azadlığının son qoyulması İskəndər yox, onun atasına aiddir. Filipə aid olan məsələdir bu. Makedoniya dövlətinin imperiyası edilməsi İskəndərə aiddir bu. Əhəməni dövlətinin süquta uğradılması İskəndərə aiddir bu. Qavqamela döyüşü. Atropatina dövlətinə hərbi yürüşün təşkil edilməsi. Xeyr, İskəndər Atropatina görməyib. Müqavimətə baxmayaraq bütün Hindistanı xeyr, bütün Hindistanı tutmayıb. Hindistan yanında şimal-qərbini tutub. Burada bizə aid olmayanı soruşursa, cavab götürəcəyik burada 1-i, 4-ü və bir də 5-i D bəndi doğru variantımızdır bizim.
Türkmenistan dövləti imperiyası ermənisi olaraq əhəmənlərin süqutu da İskəndərin özünə aiddir. 10-cu əsrin ikinci yarısında növbəti suala baxırıq 39-a. 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri idi bu dövlət. Paytaxtı Gəncə şəhəri idi. Aha, Gəncədən Turukçu Şəhərlərdə, amma sona qədər oxuyaq. Azərbaycanın qərb torpaqlarının xristian dövlətlərin hücumundan müdafiə olunmasında mühüm rol oynadı. Söhbət şəhərlərdən gedir. Mətndə bəhs olunan dövlətdən fərqli olaraq Salarilər dövləti. Deməli, Salarilərə aid olub, Şəddadilərə aid olmayan məsələni seçirik bir. 11-ci əsrdə süquta uğradılmışdı. Salarilər 981-də süquta uğradılıb, 10-cu əsrə düşür. Bunun ümumiyyətlə bir aidiyyatı yoxdur. Yüzlərə qarşı mübarizə həccinə aiddir. Bunun da aidiyyatı yoxdur. Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilmişdi. Bəli, Saları birləşdirib, Şəddadi birləşdirməyib. Bir camımız 3-dür bizim. Bir də Azərbaycan camında meydana gəlməsi, Saları Azərbaycan camında meydana gəlib. Cavab olur 3-4, o da olur bizim deməli yekununda hansı bənd olur D bəndimiz. Ümumiyyətlə, feodal dövlətlərdən Şu ilə başlanan dövlətlər şimaldadır. Yerdə qalan bütün dövlətlər Azərbaycanın cənubunda yaranır. 40-cı suala baxırıq. Kartik Kaxetiya çarı, 2-ci İraqliyev və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanlığına hücumunun nəticəsində iki hakimiyyətli yaranır Gəncədə. İki hakimiyyətli yarandı, Y bəndi. Dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi sıraları müəyyən edək. Birdə yazır ki, C ilə D, C üzərinə uğurlu hərbi yürüş etmələri. Birinci Göytürk eləyib, Uyğur da eləyib, ikisi də düzdür. İkidə deyir ki, A, B, C Bizans dövləti ilə diplomatik münasibətlər qurması. Albaniya qurub, Avropanı qurub, Göytürk qurub. Bəli, bu da düzdür. Aşina nəslindən olan, ümumiyyətlə Aşina nəsli harda var? Göytürkdədir, birinci Göytürkdə var Aşina nəsli məsələsi. Qaraxanıda biz deyirik Aşina nəslini, bir də Xəzərdə deyirik. Burada isə bizə verib B ilə Y. Ərəb Aşina nəslindən deyil axı. Bunun bir aidiyyatı. Sun aidiyyatı yoxdur. 4-də deyir ki, B, C, Y Sasanlara qarşı aparılan müharibədə qalib gəlmələri. Ümumiyyətlə, Avropa Hun Sasanlara qarşı mübarizə aparmayıb. Ona görə 4-də atıram kənara. A, D eyni əsrdə süquta uğradılmışdı. Uyğur 842-dir, Albaniya 705-dir. Necə eyni əsr olur bu? Biri 8-ə düşür, biri 9-a düşür. 1-2 bizim doğru variantımızda cavabımız olur bizim A bəndimiz. Baxıram növbəti suala. Növbəti sual 42-ci sualdır. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyəti tarixinə aid ümumi cəhət. Mədəniyyəti tarixinə aid ümumi cəhət. Milli teatrın yaranması eyni deyil, amma Azərbaycan türkcəsində qəzet və jurnalların çapı eyni. Cavab olur B bəndi. Baxıram növbəti suala. Növbəti sualımız 43-cü sualdır. Baxaq. 43-cü sualda deyir ki, uyğunluq gözlənilmişdir. Frank İmperatoru Böyük Karlın qələbəsi ilə bitmişdi. Poitiers döyüşü. Poitiersdə Böyük Karl deyildi, Karl Martel'di. A səhvdir. Frank dövlətində işğallar topçu Böyük Karlın aidiyyatı yoxdur. Ludwiglə aiddir bu. Frank kralı Ludwig Roma imperiyasına qalib gəlmişdi Suason döyüşündə. Suason döyüşündə ümumiyyətlə Roma imperiyası eradan əvvəl 27-dən 395-ə qədərdir. Suason 486-dır. Bunun bura necə aidiyyatı ola bilər? İtaliyanın tamamilə Frank dövlətinin təşkilinə qatmışdı. İmperator Karl Martel belə bir hadisə yoxdur. Kordova dövləti ilə müharibələr aparmışdı. Frank hökmdarı Böyük Karl. Bəli, bu düzdür. Bu məsələ harda var? Biz kitaba baxanda, ümumiyyətlə kitaba diqqət yetirsək, görürük ki, Frankda, Böyük Karolun dövründə yazır ki, Pineya yarımadasının şimalında bir vilayətdə tutur və orada xristianlığı yayır. Və yekun variantımız olur bizim Y bəndimiz burada. 44. Birinci Qarabağ müharibəsi ilə ikinci Qarabağ müharibəsinə aid oxşar cəhət. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. Xeyr. Rusiya vasitəsilə hərbi əməliyyatlar dayandırıldı. Düzdür. Azərbaycanda yerli istehsal olunan pualardan istifadə pua məsələsi yoxdur birinci Qarabağda. Füzuli və Cəbrayıl rayonları arasında hərbi əməliyyatlar aparıldı. Bəli, bu da düzdür. Cavab olur 2-4 olur. D bəndi. Növbəti sualdan tanış olaraq 45. Qazan və Həştərxan xanlıqlarının tarixlərinə aid oxşarlıq. Qazan, Həştərxan bunların hər ikisi deməli Qızıl Ordunun parçalanması nəticəsində 15-ci əsrdə yaranıblar. Deməli yekun variantımız nə olacaq burada? Belə bir variant varmı? Var. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində meydana gəlirlər. Allah. Cavab olur C bəndi. 46. Eradan əvvəl birinci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtını müəyyən edin. Söhbət Atropatenadan gedir. Biz bilirik ki, Atropatenanın da paytaxtı hara olub? Kazaka. Burada Urmiyanın kənarına baxmalıyıq. Yekun variantımız olur bizim burada nə? Yekun variantımız olur 2. Baxırıq növbəti sualımız olan deməli 47-ci sualı. 47-ci sualda deməli bizə Elerven verib. Elervende soruşur Şah 1-ci Təhmasib. Elervende verib Şah 1-ci Təhmasib. Bu da bəndə onların belə deyək də diaqramlarda onlara aid olan məsələləri seçəcəyik biz. Paytaxtın yeni şəhərə köçürülməsi Təhmasibə aiddir. Qəzvinə köçürüb Amasya'dan sonra. Osmanlı dövləti ilə müharibə aparılması bu hər ikisinə aid olar. Osmanlı dövlətindən sülh
Bəli, Amasya onu bayaq zaten dedik. Biz Molla Həsən döyüşündə Krım xanlığının məğlub edilməsi Xudabəndə aid olan məsələdir bu. Səfəvi sülaləsinə hər ikisi mənsubdur. Birə A-sə, 2-yə D, 3-ə B, Y bizim olur. Doğru variantımız o da olur. Cavab deməli B bəndi. 48. Səbəb nəticə əlaqələrin doğru verildiyi bəndi müəyyən edin, edək. Nə yazır? 48-də yazır ki, deməli, Böyük İpək yolunun əhəmiyyətini itirməsi, nəticədə Səfəv dövlətdə iqtisadi tənəzzülün baş verməsi. Bu bizim doğru variantdır. Yerdə qalan digər variantlara da baxaq. Səfəv dövlətində idarəçilikdə irsilik prinsipi mövcudluğu nəticədə Qızılbaş əmirlərinin dövlət idarəçiliyində mövqe zəiflədir. Bu uyğunsuz məntiqdir. Səbəb nəticə əlaqəsi uzlaşmır. Sonra səbəb Stepan Razin quldur dəstəsinin Dərbənddən Gilanaya qədər sahil boyu əraziləri qarət etməsi, nəticədə Səfəvilər və Rusiya dövlətləri arasında hərbi münaqişənin başlaması xeyr. Stepan Razin hərbi münaqişə bitəndən sonra gəlib. 1668-də gəlib, amma hərbi münaqişə isə 1662-də bitib. 53-62 2-ci Abbasın dövrünə düşür bu. Səbəb Hindistana gedən dəniz yolunun kəşf edilməsi, Volqa-Xəzər ticarət yolunda əhəmiyyəti itirməsi. Volqa-Xəzər deyildi bu. Volqa-Xəzər ticarət yolunda əhəmiyyətini itirməmişdi. D də səhvdir. Səbəb Şimali Qafqazda Rusiyanın qalaları inşa etməsi, nəticədə Rusiya dövləti ilə Xəzəriyanı torpağı. Rusiya dövləti bütün Xəzəriyanı torpaqları işğal etdi. Qeyd bunda radiatı yoxdur. Yekun variantımız olur. Deməli bizim 48-də A bəndi. 49. Şimali Azərbaycan 20-ci əsrin əvvəlləri tarixinə aid doğru hadisə, nəticə əlaqələri müəyyən edin. Dünya iqtisadi böhranın baş verməsi neft sahəsində təmərküzləşmə sürətlənir, düzdür. Neft sahəsində ilk insanın yaranması ilə neftli torpaqlar hər qaz yolu ilə satışa başlananda xeyr. İki səhvdir burada. 1903-cü il əsasnaməsinin qəbul olunması dövlət kəndləri arasında təbəqələşmə gücləndi, mütləq. 1912-13-cü il aqrar qanunlarının qəbul edilməsi dövlət kəndləri feodal asılılığından azad edildi. Xeyr, belə bir məsələ yoxdur 12-13-cü ildə. Bir üst doğru variantdır. Cavabımız olur C bəndi bizim. 50. Fransada 3-cü Respublika mövcud olduğu illərdə Almaniyada. 3-cü Respublika başlayır. Deməli 19-cu əsrin 70-ci illərində 1870-1940-a qədər götürə bilərik biz bunu. Deyir, bu vaxt Almaniyadan olub, onu tapın. Müqəddəs Roma İmperiyasına rəsmən son qoyulması 1806-dır. Monarxiyanın devrilməsi amma aidiyyatı var bunun. Çünki monarxiyanın devrilməsi 1918-ci ildir. Cavab olur B bəndə. Konrad Adenauer'un ilk kansleri seçilməsi AFR-də bu 1949-cu ildə. Sadova döyüşü 1866-dır bu. Şimali Alman İttifaqı 66-dır. Bu doğru variantımız olur bizim deməli B bəndimiz. Baxıram 51-ci suala. Deyir ki, Azərbaycan Respublikasına aid olanları seç, biz də seçək. Baxaq. Deməli, Azərbaycan Respublikasına aid olanları seçməli. Yəni 91-18 oktyabrdan sonraki dövrdə qurulan dövlətdən söhbət gedir. 20-ci yüzilin 90-cı illərin əvvəli Naxçıvan MSSR adından Sovet Sosialist Sözünün götürülməsi bu 1990-cı ilin noyabrıdır. Bu uzlaşır. Amma məsələ budur ki, bu Azərbaycan Respublikasına aid deyil. Biri atıram kənara. 21-ci yüzilin ilk 10 illik bütün çadır şəhərciklərinin ləğv edilməsi 2007-dir bu, düzdür. Pintikli qəsəbələrin yaradılması var burada. 21-ci yüzilin 10-cu illəri Qarabağ Dilsaç Fondunun yaradılması, Qarabağ Dilsaç Fondu 2021-ci ilin yanvarıdır. 21-ci yüzilliyin 20-ci illəri Şuşa şəhərində Dünya Azərbaycanının 5-ci qurultayı, bəli, 2022-ci ildə belə bir hadisə var. Doğrunu soruşursa bizdən 2-4 variantı tamamilə düzgün məhdud cavab olur B bəndi. 52-ci sualdan davam edirik. Yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandırıldı. 1186-cı ildə hakimiyyətə gəldi, Həmədan döyüşündə qələbə qazandı. Tabelikdən çıxan vilayətləri mərkəzi hakimiyyətə tabe etdi. Birdə söhbət gedir Eldənizdən, ikidə də söhbət gedir Qızıl Arslandan. İndi bizə deyir ki, 1 və 2-ci abzası haqqında bəhs edilən hökmdarların ümumi cəhdləri Şirvanşahlar dövlətinin tabe edilməsidir. Hər ikisi Şirvanşahlara tabe edilir. Sultan titulu daşıması səhvdir. Dəbil Həmilin dövlətə birləşdirilməsi Eldənizə aiddir. Monqol qoşunlarına qarşı mübarizə aparılması bunlarda yoxdur. Cavab olur yalnız bir odur A-bəndi. Baxıram 53-cü suala. 53-cü sual bu imtahanda əksər şagirdlərin səhv yazdığı sual olub. Sualda deyir ki, Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcılığını müəyyən edin. Baxaq. İki ərazisi Misirdir. Bir ərazisi Konstantinopoldur. Konstantinopolun tutulması 1453-cü ildə. Biz bunu bilirik ki, Mehmetin adı ilə bağlıdır. Misirin tutulması 1517-ci il Səlimin adı ilə bağlıdır. Birinci Səlimin adı ilə bağlıdır. Üçdə Şimali Afrikadır. Şimali Afrikanın tutulması isə Süleymanın adı ilə bağlıdır. Deməli, birinci gələcək ikinci Mehmetin hakimiyyət dövründə olan hadisə. Sonra Səlimin dövründə olan hadisə olacaq. Sonra da olacaq Süleymanın dövrünə aid olan hadisə. Cavab olur 1, 2 və 3. 54. Azərbaycanda Elçin Tuz dövrünə aid olan xarakterik xüsusiyyətləri müəyyən edin. Duluzluq və toxluq kimi sənədlərin yaranması xeyr. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməsi bəli, bu doğrudur. Elçin Tuzda var. Əhalinin dağlı və dağ-təyi zonalarda məskunlaşması var. Metaldan iç alətlərin hazırlanması xeyr, Inuitə aiddir bu.
Tanımlanma zamanı qoşqu heyvanlardan istifadə edilməsi bəli bu da var. Cavab olur 2, 3, 5 doğru variantımız olur. 55. Osmanlı İmperiyasının durğunluq və geriləmənin daxili səbəblərini müəyyən edək. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsidir bir cavabımız. Bir də ordu quruculuğundan nöqsanlar. 1-4 bizim doğru variantımızdır burada. Heydər Əliyev Azərbaycan SSR rəhbərliyi dövründə həyata keçirilmiş sosial iqtisadi tədbirlərə aid deyil. Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycan SSR 6982-dir. Deməli, Bakı metropolitenin 6 stansiyası 67-dir bu. Bakı Məişət Kondisionerlər Zavodu 75-dir. Bu düzdür. Kolxozçulara pasportun verilməyə başlanması bunun aidiyyatı yoxdur. Ağdam Xəncəri 1979-dur. Deməli, aid deyil deyirsə 1-3 səhvdir, 2-4 düzdür. 1-3 variantı götürəcəyik burada, çünki yanlışı soruşur bizdən. 57. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü, Gəncə dövrü və Bakı dövrünü verib. Baxaq, Azərbaycan türk dilinin dövlət dili elan edilməsi. Bu hadisə, ümumiyyətlə, biz baxaq birinci dövrlərə görə necədir dövrlər. Deməli, Tiflis dövrü 1918, 28 maydan iyunun 16-sına qədərdir. İyunun 16-sından başlayıb Gəncə dövrü, sentyabrın 7-sinə qədər və nəhayət sentyabrın 7-sindən sonra Taxedinin süqutuna qədər Bakı dövrü. Azərbaycan türk dilinin dövlət dili elan edilməsi 1918-in 24 iyunudur. Və bu hadisə gəlir düşür, deməli, iyun hadisə Gəncə dövrünə düşür. Deməli, 2 ayda olur A-bəndi. Sonra, Azərbaycan parlamentin yaradılması haqqında qanun bu noyabrdır. Noyabr isə gəlib düşür Bakı dövrünə. Bir də Osmanlı dövləti AXC-nin dövlət müstəqilliğini tanınması Batumla bu da. Düzdürmü? Bunu da götürürük Tiflis dövrünə. Kəndlərə pulsuz torpaqların verilməsi məsələsi. Xeyr, konstitusiyanın qəbul edilməsi, AXC konstitusiya qəbul eləmir. Ümumiyyətlə, bir məsələni yadda saxlayaq ki, dövlət dili və Azərbaycan dilinin dövlət dili olması məsələsi, bir də dövlət bayrağı ilə bağlı məsələ. Bunların hər ikisi iyun ayındadır. Biri iyunun 24-dür, biri də iyunun 27-sidir. Kəndlərə pulsuz torpaqların paylanması məsələsi AXC-də yoxdur. Ümumiyyətlə, AXC-də həm aqrar qanundur, həm də torpaq islahatı qanunu. Bunların heç biri yerinə yetirilməyib. Baxırıq situasiyaya. Situasiya nə deyir? Deyir, İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanının ticarət fəaliyyətini dayandırdı. Dözülməz qanunlar adlanan sənəd İngiltərə parlamentində qəbul edildikdən sonra 1773-cü ilin sentyabrın 13-ü koloniyadan 12-si 1-ci kontinental konqresə toplandı və tədricli şəkildə müharibəyə başlamağın zərurluğu vurğulandı. 2 il sonra başlayan müharibənin əvvəldəki döyüşlər koloniyalarda güc yüksəkliyi yaratdı. Stratokada baş verənlər isə İngiltərə ordusu üçün əsas faciə idi. Müharibənin gedişində müstəqilliyini elan etmiş dövlət Qərbi Avropanın aparıcı dövlətlərinin köməyi ilə ingilisləri müharibədə məğlub etdi. Söhbət İstiqlaliyyət müharibəsindən gedir 75-83-cü il. Deyir, mənbədə 1775-1783-cü il. Mənbədə bəhs olunan müharibədə ingilislərə qarşı mübarizə aparan Qərbi Avropa dövlətlərinin ikisinin adı. Burada üç dövlət var da. Fransa, Hollandiya, İspaniya. Burada Fransa, İspaniya və yaxud Hollandiya, İspaniya. İstənilən üç dövlətlərin ikisini yazsaq cavab düz olur. Bəhs edilən müharibədə İngiltərənin məğlub olmasını mənbədə göstərməyənin iki səbəbini qeyd edin. Məğlub olma səbəbləri bu ola bilər ki, birinci, müharibə ingilislər üçün çox baha başa gəlirdi. Çünki ingilislər okeanın digər tərəfindən gəlirdi. Partisan müharibəsinin istifadəsi, yəni ABŞ ordusunda partisan müharibəsinin istifadəsi ola bilər. Partisan döyüşlərindən istifadə ediblər. Daha sonra vətənlərinin müdafiəsində çox məğrur şəkildə mübarizə aparırlar. Sonra göstərə bilər ki, yandırılmış torpaq taktikasından istifadə edirlər. Bunların hər biri 59-cu sualın doğru variantıdır. 60. Haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsinin iki nəticəsini 1783-cü ildə İstiqlaliyyət müharibəsi başa çatır, Versal müqaviləsini imzalayırlar. Versal müqaviləsinin şərtlərinə əsasən Kanada İngiltərənin belə deyək, müstəmləkəsi olaraq qalır və vacib məsələlərdən biri Alleqan dağlarından Mississippi çayına qədər olan ərazilər ABŞ-a verilmişdir. Bu da olur bizim 60-cı sualın doğru variantı. Belə ilə artıq gəldi 2026-cı ilin 5 iyul qəbul suallarının izahının sonuna. Hər birinizə uğurlar.